fikirləşmisiniz? Bax, bu telefonu əlinizdə necə tutursunuz? Yaxud oturduğunuz stul niyə dağılmır? Bütün bunların arxasında görünməyən, amma inanılmaz güclü bir qüvvə dayanır. Və bugün biz məhz o qüvvəni, yəni Kulon qanunu birlikdə kəşf edəcəyik. Gəlin biraz da dərinə gedək. Sizin bədəniniz trilyonlarla atomdan ibarətdir. Bəs onları bir-birinə yapışdıran, bir yerdə saxlayan o görünməz qüvvə nədir? Cavab, təsəvvür edin ki, kainatın ən təməl qaydalarından birində gizlənib. Baxın, kainatın 4 əsas qaydası, 4 fundamental qüvvəsi var. Gravitasiya planetləri, ulduzları öz orbitində saxlayır. Güclü və zəif qüvvələr atomun lap mərkəzində, nüvədə işləyir. Amma bizim gündəlik həyatımızda toxunduğumuz hər şeydə, gördüyümüz hər işıqda dominant qüvvə başqadır. Bu, elektromaqnit qüvvəsidir. Və bugün biz məhz onun pərdə arxasına baxacağıq. Yaxşı, bəs insanlar bu görünməz gücü ilk dəfə necə anlamağa başladı? Gəlin zamanda geri gedək. Hekayəmiz qədim Yunanıstanda olduqca sadə bir müşahidə ilə başlayır. Deməli, təxminən 2500 il əvvəl Miletli Fales görür ki, yum parçaya sürtülmüş kəhraba lələk kimi yüngül şeyləri özünə çəkir. Qəribədir, elə deyilmi? Sonra əsrlər keçir, 1600-cü ilə gəlib çatırıq. William Gilbert adlı bir alim bu effekti daha dərindən araşdırır və ona bir ad verir, elektrikus. Və nəhayət 18-ci əsrdə alimlər tapmacanın əsas hissəsini tapırlar. İki cür yük var, müsbət və mənfi. Burada çox maraqlı bir detal da var. Bilirsiniz, bizim elektrik sözümüz haradan gəlir? Həmin o kəhraba daşından. Yunanca kəhraba, elektron deməkdir. Yəni, bəli, siz hər dəfə elektrik sözünü işlədəndə, əslində 2500 il əvvəlki o qədim, sehirli daşa salam göndərirsiniz. Yaxşı, bəs bu danışdığımız yük nə olan şeydir? Gəlin belə bir bənzətmə edək. Təsəvvür edin ki, kütlə bir cismin gravitasiya ilə necə danışdığını göstərir. Elektrik yükü də demək olar ki, eyni şeydir, amma elektromaqnit qüvvəsi üçün. Yəni bu, maddənin elektromaqnit dünyası ilə ünsiyyət qurma yoludur. Və bu ünsiyyətin qaydası inanılmaz dərəcədə sadədir. Hətta məktəbdən də xatırlayarsınız. Eyni yüklər bir-birini itələyir, əks yüklər isə bir-birini cəlb edir. Bu qədər bəsit. Amma bax bu sadə rəqs var ha, atomları, molekulları, hətta bizim DNT-mizi belə bir yerdə saxlayır. Hər şey yaxşıdır, amma bir sual qalır. Bu itələmə və cəzb etmə nə qədər güclüdür? Bunu necə ölçmək olar? Və bax, bu sualın cavabını tapmaq üçün səhnəyə hekayəmizin qəhrəmanı fransız fiziki Charles Augustin de Coulomb daxil olur. Onun qarşısında çox böyük bir məqsəd vardı. Bu sadə itələyir, cəzb edir qaydasını dəqiq bir riyazi qanuna, bir düstura çevirmək. Amma ortada çox ciddi bir problem var idi. Siz görə bilmədiyiniz bir qüvvəni necə ölçərsiniz? Bu, sanki görünməz bir şeyi tərəziyə qoymaq kimi bir şeydir. Coulomb'un həqiqətən də çox ağıllı bir həll yolu tapması lazım idi. Və o həlli tapdı. Burulma tərəzisi. Gəlin təsəvvür edək. Çox nazik bir sapdan asılmış, yüklənmiş kiçik bir kürə var. İndi onun yanına eyni yüklü ikinci bir kürəni yaxınlaşdırırıq. Nə baş verəcək? Təbii ki, bir-birlərini itələyəcəklər. Bu itələmə nəticəsində sap başlayır burulmağa. Və məntiq çox sadədir. Sap nə qədər çox burulursa, deməli qüvvə də o qədər böyükdür. Dahiyanə deyilmi? Məhz bu üsulla Coulomb görünməz olanı ölçülə bilən etdi. Onlarla bəlkə də yüzlərlə təcrübədən sonra Coulomb'un axtardığı qanuna uyğunluğu tapdı. Onun özünün də dediyi kimi, qüvvə məsafələrin kvadratının tərs mütənasibliyinə tabedir. Yaxşı, bu nə deməkdir? Çox sadə. Məsafəni 2 dəfə artırsanız, qüvvə 4 dəfə zəifləyir. 3 dəfə artırsanız, 9 dəfə. Bax bu, hər şeyi dəyişdirən o böyük kəşf idi. Yaxşı, bu möhtəşəm kəşfi gəlin indi riyaziyyat dilinə çevirək. Yəni, bu qanun düstur şəklində necə görünür? Gəlin birlikdə deşifrə edək. Qanunun mənası əslində çox bəsitdir. Deyir ki, iki yük arasındakı qüvvə, yüklərin miqdarının hasili ilə düz mütənasibdir. Yəni, nə qədər çox yük, o qədər çox qüvvə və aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Yəni, nə qədər uzaq, bir o qədər zəif. Hər şey bu qədər sadədir. Və budur, o məşhur düstur qarşımızda. Gəlin, elementlərə sürətli şəkildə baxaq. F, axtardığımız qüvvənin özüdür. Q1 və Q2 iki yükümüzün miqdarıdır. R aralarındakı məsafə və o sirli K isə hər şeyi yerinə otuzduran Coulomb sabitidir. Bir növ reseptin ədviyyatı kimidir.
Bir dəqiqə, bu düstur sizə də tanış gəlmir? Elə bil Newtonun umumdünya cazibə qanununa oxşuyur. Bəli, sanki əkizdilər. Hər ikisində də qüvvə məsafənin kvadratı ilə azalır. Amma çox vacib fərqlər var. Birincisi, Coulomb qanunu yükdən asılıdır. Gravitasiya isə kütlədən. İkincisi, gravitasiya həmişə cəzb edir. Amma elektrik qüvvəsi həm cəzb edə, həm də itələyə bilir. Və ən əsası, elektrik qüvvəsi gravitasiyadan inanılmaz dərəcədə, ağlasığmaz dərəcədə güclüdür. Yaxşı, tənlikdəki demək olar ki, hər şeyi aydınlaşdırdıq, amma o sirli K sabiti, onun qiyməti nə qədərdir? Hazır olun, təxminən 8987 vurulsun 10⁻9, yəni təxminən 9 milyard. Bu, həqiqətən də çox böyük bir rəqəmdir və məhz bu böyük rəqəm elektrik qüvvəsinin niyə gravitasiya ilə müqayisədə bizim dünyamızda bu qədər dominant olduğunu çox gözəl izah edir. İndi iki yük arasındakı qüvvəni hesablamağı öyrəndik. Bu nisbətən asandır. Amma real dünyada heç vaxt sadəcə iki yük olmur axı. Minlərlə, milyonlarla yük bir yerdə olanda nə baş verir? Hər şey tam bir xaosa çevrilir. Xoşbəxtlikdən yox. Fizikanın bunun üçün çox zərif bir həlli var. Superpozisiya prinsipi. Qəliz səslənir, amma mənası çox sadədir. Deyir ki, bir yükə təsir edən yekun qüvvəni tapmaq istəyirsənsə, sadəcə hər bir digər yükün təsirini ayrı-ayrılıqda hesablayırsan və sonda hamısını cəmləyirsən. Sanki hər bir yük cütü öz aləmindədir. Bir-birinə mane olmurlar. Bu da mürəkkəb sistemləri hesablamaq üçün çox güclü bir alətdir. Əlbəttə, kiçik bir qeyd etmək lazımdır. Hər fizika qanunu kimi Coulomb qanununun da mükəmməl işlədiyi şəraitlər var. İdeal halda yüklər nöqtə kimi kiçik olmalıdır, hərəkət etməməlidirlər və ətrafda, yəni vakuumda başqa heç nə olmamalıdır. Amma bu ideallaşdırmalar belə, qanunun bizim dünyanı anlamaq üçün nə qədər vacib olduğunu heç də azaltmır. Niyə? Çünki bu sadə görünən qanun təkcə durğun yükləri izah etmir. O, bütün elektrostatikanı, yəni elektrik elminin təməlidir. Daha da irəli getsək, bu qanun işıqdan radio dalğalarına qədər hər şeyi izah edən fizikanın şah əsərlərindən sayılan Maxwell tənliklərinin təməl daşıdır. İndiyə qədər danışdıqlarımızın hamısı sükunətdə olan, yəni hərəkətsiz yüklərə aid idi. Coulomb qanunu bunun üçün mükəmməldir. Amma çox vacib bir sual var. Bəs o yüklər hərəkət etməyə başlayanda nə baş verir? Bu sualın cavabı isə bizi fizikanın tamamilə fərqli, çox həyəcanlı bir dünyasına aparır. Cavab budur. Hərəkət edən yüklər maqnetizm yaradır. Bəli, elektrik və maqnetizm. Onlar eyni medalın iki fərqli üzüdür. Amma bu artıq tamam başqa bir söhbətin mövzusudur. Bizimlə olduğunuz üçün təşəkkürlər.